Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Hər birinizi qarlı bir qış səhərindən salamlayıram. Uşaqlarım məktəbə və bağçaya apardıqdan sonra gəldim evə. Yolkamın işıqlarını yandırdım. Bayırda çox gözəl qarlı hava, evin içərisində isə çox gözəl yeni il abu havası var və istəyirəm ki, uşaqlar bağçada və məktəbdə ikən bu anın biraz dadını çıxardım. Və keçirəm mətbəxə, ən sevdiyim sandal ətirli şamımı yandırıram. Bu şamı Lenta mağazasından əldə etmişəm. Çox gözəl ətri var. Kaş ki bu ətri video vasitəsilə sizə də ötürmək mümkün olardı. Və başlayıram kofemi hazırlamağa. Fərqi yoxdur, mətbəxdə hər hansısa bir iş gördüyüm zaman ətrafımı gözəlləşdirməyi çox sevirəm və bu gördüyüm işin keyfiyyətinə də təsir edir. Ona görə xanımlar tövsiyə edərdim ki, hər hansı bir iş gördüyünüz zaman o işdən maksimum dərəcədə həzz almaq üçün ətrafınızda gördüyünüz zaman sizi xoşbəxt edəcək bir atmosfer yaratmağınızdır. Biraz incəldikdən sonra keçirəm mətbəxə. Bugün ən böyük işim bu mətbəx rəfini səlqəyə salmaqdır. Bura bizim ərzaq rəfimizdir və aldığımız hər bir məhsulu gətirib bura qoyuruq və hər biri üst-üstə yığıldıqca belə utanc verici bir görüntü yaranır. Ancaq eybi yox, təmizləyəcəm bugün hər birini. Belə ki, içərisində olan ərzaqların hər birini çıxardıram. Çox kirli bankalar varsa onları yuyacam. Yarımçıq olan bankaları isə doldurub təzədən yerinə yerləşdirəcəm. On the floor and a note on the door of your house, and this silence reminds me of what's left behind me for now. There's a broken down car parked outside the barn up the road, and a weather vane hanging all crooked from the rain and the snow. I'm a half-mile past where we ran out of gas years ago, so I'm taking my time and I'm gonna drive by it once more. But you'll see there's a new life waiting, and I just don't want this feeling to go. If you're reading this now, please remember the good times we had. Don't forget about the moments we tried, we cried, or we laughed. There's a good chance our paths will... Siz bu prosesi bir neçə dəqiqə izlədiniz. Mən isə təxminən 1 saata yaxın mətbəx rəfimi təmizlədim, bankalarımı yerləşdirdim və nəticə çox xoşuma gəldi. Ancaq bu nəticə çox da uzun davam eləmir. Bir həftə sonra yenə əvvəlki vəziyyətinə qayıdır. İndi isə stolun üzərində olan şəkəri və çayı da öz yerinə yerləşdirirəm və aldığım mətbəx üçün bir neçə məhsul var. İstəyirəm ki, onları da sizinlə paylaşım. Dünən bu evi mağazada gördüyüm zaman o qədər çox sevindim ki, həm rəngi, həm görüntüsü, həm forması o qədər xoşuma gəldi ki, içərisində də belə rəngli işıqları yanır. Aldım ki, bir neçə müddət mətbəximi gözəlləşdirsin və gördüyüm zaman məni sevindirsin. İkinci aldığım məhsul isə bir Harry Potter həvəskarı olaraq bu kitabı çoxdandır ki, istəyirdim. Əslində keçən il almaq istəyirdim, ancaq qismət bu iləymiş. İçərisində 60 ədəd şirniyyat reseptləri var. Çox gözəl keyfiyyətə malikdir. Wildberries-dən sifariş etmişəm bu arada. Əgər istəyən olsa linkini də aşağıda paylaşa bilərəm. Və bəzi reseptlərin arxasında Dobby'dən sizə çox gözəl məsləhətlər də var. Ümumiyyətlə çox şirindir, çox xoşuma gəldi. Çox sevərək istifadə edəcəm. Hətta düşünürəm ki, hədiyyə olaraq da Harry Potter sevən bir yaxınınıza alıb hədiyyə də edə bilərsiniz.
İndi isə keçid edirəm günün ən sevdiyim işinə, hədiyyə hazırlamaq. Bugün hədiyyə hazırlayırıq bir yerdə. Hədiyyəni oğlumun sinif yoldaşı üçün hazırlayacağım. Belə ki, keçən videoda da dediyim kimi Tayna Santa'da onda sinif yoldaşı oğlanlardan birinin adı çıxmışdı və biz bugün onun üçün hədiyyə hazırlayırıq. Hədiyyə 2 hissədən ibarətdir. Biri belə şirniyyat boksu, digəri isə əsas hədiyyənin özüdür. Şirniyyat boksunu Kinder şokolad məhsullarından seçdim. Gəlin birlikdə hazırlayaq. Konfetləri bu cür Bentatorx üçün nəzərdə tutulmuş korobkanın içərisində yığacağım. İçərisində daha həcmli durması üçün bu xırda kağızlardan əlavə edirəm. Üzərinə isə konfetləri yerləşdirirəm. Əslində bizim uşaqlığımızda olan hədiyyə paketlərindən axtarırdım, ancaq tapa bilmədim. Hansı ki üzərində yolka, qar, qız, şaxta baba olan paketlər var idi, ancaq tapa bilmədim, çox təəssüf ki. Ancaq düşünürəm ki, korobkanın içərisində də yaxşı görsənir. Daha sonra üzərini belə göy rəngli atlas lentlə bağlayıram. Daha sonra oğlumun qərarı ilə lenti açıb təzədən korobkanı paketlə paketlədik. Hədiyyə paketi ilə düşünürəm ki, o cür də gözəl oldu. Və keçirəm əsas hədiyyəyə. Belə bir Lego konstruktor əldə etdik. Mağazalarda da axtardım, internet mağazalarda da bir neçəsinə baxdım. Oğlum da sinif yoldaşını yaxşı tanıdığı üçün onun nə sevdiyini bilirdi və belə bir hədiyyə aldıq, hazırladıq onun üçün. Düşünürəm ki, bəyənər. 2 oğul anası olmağıma baxmayaraq, yenə də oğlan uşaqlar üçün hədiyyə hazırlayan zaman çox çətinlik çəkirəm. Elə gəlir ki, mənə oğlan uşaqları üçün çeşid daha azdır, nəinki qız uşaqları üçün. Qız uşaqları üçün daha əyləncəli hədiyyələr hazırlamaq olar. Ancaq oğlan uşaqlarına alınacaq maksimum hədiyyə ilə düşünürəm ki, ya konstruktordur, ya hər hansı bir aplikasiyalardır və yaxud da ki, maşınlardır. Ancaq belə qərar verdik, hazırladıq. Ümid edirəm ki, onun üçün də xoş olar bu hədiyyə və bəyənərək oynayar, istifadə edər. İstifadə edən zaman da bizi xatırlayar. Artıq hədiyyələrimiz hazırdır. Şirniyyat boksunu da bu cür belə hədiyyə kağızı ilə paketlədik. Düşünürəm ki, bu cür də gözəl görsəndi və hər birini hədiyyə paketinin içərisinə yerləşdiririk. Üzərinə də hədiyyə edəcəyimiz uşağın adını yazırıq və oğlum sabah aparacaq məktəbə. Ayın 26-sı onun bayramıdır və bir-birinə belə gözəl hədiyyələr təqdim eləyəcəkdilər. Ümid edirəm ki, hər biri aldığı hədiyyəni bəyənər. Mən isə sizinlə sağollaşıram və sizdən çox kiçik bir xahişim var. Mənə dəstək olmaq üçün kanalıma abunə olub videolarımı bəyənməyi unutmayın. Ümid edirəm ki, bəyənərək izləyəcəyiniz bir video olar. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.